Buna doyum olmayan bilinçik tortudur əslində əsl adı. Çox adam meyvəli tort da deyir. Onun bax kiçik formasını biz ailə istirahət mərkəzində 4 manata veririk. Bax bu toplam 4 manatdır. Çox adam inanmır, deyir reklamı üçün qoymusunuz bura. Vallah billah hal-hazırda var. İndi bunun içinə baxaq. Banan, çiyələk, digər meyvələrdən də var. İndi bir atam baxsın dadına. Narahat olma, çox böyük eləməyəcəm. Mən deyirəm ki, bu 3-4 nəfərə kifayət eləyir. Gəlin yeyin. 4 manata dostlar, 4 manata. Bunun çox ləziz dadı var. Möhtəşəm dadı var. Mən həmişə böyük dilim aparıram ağzıma. Düşünürəm ki, hamı məni kimidir. Çok tatlıdır. Səmimi denən. Vallahi super. Yəni mən deyirəm ki, ən ləziz şirniyyatlardan biri budur. Biz onu neçə qoymuşuq bura? 4 manata. Vovka baxırsan dadına? Gəl Vovka. Ay. Doğrudan da tərifə layiqdir ya. Bəli, bəli. Vallahi. Tərifə layiqdir. Vallahi deyirəm, elə təamlar, elə dadlar var ki, o dadları sözlə ifadə etmək mümkün deyil. Gəlib dadına baxasan gələk. Çiyələyin şeyə də getdi üstündə, nədir o? Əbi o. Biz öyrəşmiş adamlarıq, bizdə bir ötürürsən gedir. Ünvanımız Şabran şəhərindədir. Ailə istirahət mərkəzi. Bir də xahiş edirəm, analar, bacılar, siz təkrar paylaş verin ki, digər xanımların da qarşısına çıxsın. Niyə görə? Bizim ailə istirahət mərkəzində çalışan xanıma ehtiyac var. Hansı ki, qabüyan xanıma da belə deyək. Bizim anamız olsun, bacımız olsun, gəlib yanımızda çalışacaq. Gözümüz kimi baxacaq ona. İş saatı saat 6-dan axşam 11-ə qədər, 10-a qədər təqribi belə. Ağır işdə deyil, rahat işdir. Həm azdı 3-4 saat iş saatıdır, həm də yüngüldür. Hər kim çalışmaq istəyirsə, deməsin nəysə, ay tapmaq.